Necə bu xalqın bir vətəndaşıyam, bu insanları sizə söymək sizə qalmayıb. Qurana and olsun, sizi kimlər ki mənə dərs keçirirsiniz. Vallahi belə pis çıxmasın, poxlu insanlarsınız. Mənə biri deyirəm, mındar, bitdi sənin nəslində. Bəlkə heç mənim kimi təmiz, sənin nəsil kökün əcabətində yoxdur. Təmiz insan şərt durub bahalı geyməklə, mini geyməklə, sinə açıq geyməklə, gözü quş çəkməklə, saçı keratin olmaqla, dodaq şişirtməklə adam gözəl olmur. Qadın özü təmiz olur. Qadının təmizlik üstündən, başından saxladığı evindən və Gülxanım kimi təmiz sizin kökünüz, nəsil əcabətinizdə yoxdur. O bitdilər ki, deyirsə, sizin kimlər ancaq çölə gedəndə özünüzə şipaflov qeylib çıxırsınız, çölə ev it günündə qalır. Sizin kimlər eləsiniz, o təmizkarlıq deyil. O özünü gözə soxmaqdır, o təmizkarlıq deyil. Bildinizmi, ona görə də sizin kimlərə mənim sözümü deyəcək sözüm var. Dilim qısa deyil. Gülxanım kimi təmiz sənin nəsil kökündə yoxdur. Bilirsənmi? Bu Gülxanımın əli var, axşama qədər suyun içindədir. Gülxanımın yuduğu qabdır, sənin bəlkə nəslində əli təmiz qabı yanı yoxdur. Gülxanımı təmiz ev saxladığı kimi bəlkə sənin heç nəslində əli ev təmiz saxlayan yoxdur. Gülxanımın üstü başı, Gülxanımın bu cərabı var, bəlkə sənin bahalı geyimindən təmizdir, bilirsənmi? Ona görə ki, Gülxanımı bu cərabı yerə dəymir. Bu cərabı belə təmizdir. Bu cərabını gündə belə dəyişiriyor, bildin? Bəlkə sənin heç evində sənin paltarın belə mənim cərabım kimi təmiz deyil. Mundarlar özlərinə baxırsa, özlərinə bunlar mənə yazanlar var. Allah'ıma anız baxırsan bunlarda it iyi gəlir. Sırt olsun nəslimin ağzına. Gülxanımın saxladığı evə gəl bax. Gülxanım bəlkə bir il olacaq ki bu evdə az qalıb olacaq. Hələ bir dəfə burada bir mundarçılıq, bir mesela evin de sahibi gelip görür de. Görür ki mesela baxır deyir evimin yanında. Görür ki gül kimi saxlayıram evin eşiğini. Ümid edirəm mən adi fermalarda gedib yaşamışam. Mən çox gedib yaşamışam ərimlə də. Mən oranı bayram özü Allah şahidi, oranın sahibi də gəlib o müdiriyyət görürdü ki mən oranı gülə döndərirdim. İnsan var ki evi villası var, pox içindədir. Adam var ki gedib bir sarayda yaşayır. Bir çadırda yaşayır. Ama oranı gülə döndərir. Bax, Gülxanım o adamlardandır. Elə bir insandır. Efirə də çıxıb həmişə tərtəmiz üstü başı. Ya efirə də gedib bir dənə insan deməyib ki, Gülxanımdan bir iyi gəlir. Bir nəsə bir... Heç vaxt oranın işçiləri də belə görürdü ki, Gülxanım gül kimi bir insandır. Başa düşdün? Vallahi Gülxanım bu vaxta qədər bir yanında oturan bir adam demeyip hele ki Gülxanım senden iyi gelir. Adi bir yanında oturanda ya bir marşrutda oturanda. Vallahi adamlar var ki görürüm ama marşruta minirəm. O kadar olur ki Kur'an'a and olsun. Hele o adamlar olur, adama yazanlar yanında oturmak olmur iyiden. O kadar olur ki yok, təmizlik de olur, təmiz qadınlar da olur. Şəxsən mən özüm də insanı qadın en güzel iş nədir? Təmizlik. Həyatda nədir? En əsas təmizlik və təmizlik də su ilədir. İnsan necə deməli, duxulanmaqla, makyajla insan təmiz